Aran bölgəsində açıq sahələrdə becərilən badımcanın yığımı başlayıb. Bu sahəyə maraq da çoxdur. Ətraflı Yevlaxdan hazırlanan sujetdə. Yevlaxda açıq sahələrdə yetişdirilən badımcan bitkisindən məhsul yığımına başlanılıb. Aprel ayında ştil formasında sahələrə köçürülən badımcan bitkilərinin məhsuldarlığı ötən ilə nisbətən bu il yüksəkdir. Fermerlər bu sahənin sərfəli olduğunu deyirlər. Uzun müddətlidir. Tonnaj verir, məhsuldarlığı yaxşıdır. Ona görə də elə pastanlı badımcan əkirəm. Fermerlər əsasən yerli sort olan tumsuz badımcan növünü əkirlər. Bu sortun daha məhsuldar olduğunu bildirən fermerlər sahələrdən məhsul yığımının noyabr ayına qədər davam edəcəyini söyləyirlər. Onlar deyirlər ki, hava şəraiti əlverişli keçsə və vaxtında lazımi agrotexniki qulluq işləri göstərilsə, 1 hektar sahədən 10-15 ton badımcan yığmaq mümkündür. Hazırda badımcanın 1 kiloqramını topdan 40 qəpiyə satan fermerlər qiymətin onları qane etdiyini bildirirlər. Elmir Həsənov, Sənan Səlimov, Yevlax.